Herkese salam. Bugünkü videomuz cır arı. Aslında feci bir şekilde gördüğünüz gibi bu arılar görünmeyiblər. Bütün yuvaları məhv eləyiblər. Heç bir əlac yoxdur. Heç nə kömək eləmir. Kley, o can kley deyirlər, sürtürsən, sonra kim balıq qoyur, kim ciyər qoyur, kim ət qoyur. Mən sirop, mürəbbən, suyun qoymuşdum. Ən yaxşısı belə butulkalara biraz su, içine də mürəbbədən tökürsən, gəlib girirlər. Sonra çıxa bilmirlər. 4 dənə yuvamı məhv eləyirlər. Həyətin hər yerinə bu cür butulkalardan asmışam ki bunları tutun. Mamanın tövsiyəsi ilə pilisosu götürmüşdüm, toz soranı. Təzə görən kimi ki bu cır arılar yuvaları hücum eləyir, götürüb onunla yuvanın qarşısında durup bunları bir tutmuşam. Sonra nə görüm? Sonra da ağzını bağlamışam, trubkanın ağzını ki çıxa bilməsinlər. Bura baxın nə qədərdirlər. Bunları mən bir 4-5 dəfə boşaltıb təzədən yığmışam. Yəni ağzına kimi dolur. 3-4 günə belə dolurlar. Pilisosu koymuşam. Ağzını da bağlamıştım. Sabahsı günü gene pilisoslamak istedim. Gördüm ki nəsə çəkmir. Bura bax. Pivə də qoyuram. Mürəbbə də qoyuram. Pivə o kadar çox gəlmirlər. Mürəbbəyə daha çox gəlirlər. Ramkaları nə vəziyyətə qoyublar. Çoxu deyir ki, bura baxın balon. Bu boydan balon da içi doldu. Çoxu deyir ki, güclü ailələrə toxunmur. Yalan söhbətdir. Bir dənə yuvan var idi, 20 ramkalıq arı var idi içində. Birinci elə onlardan başladılar. Qalıb bir dənə yuvam, o da xəstə arıdır. O manelyoz deyirlər, nə deyirlər onun xəstəliyinin tam adını bilmirəm. Balaları belə ağ olur, onlar götürüb çölə atırlar. O xəstəlikdən var idi. Bir dənə o yuvaya girmədilər. Yəni xəstə arıya girmədilər. Xəstə arı qalıb. Bu da onların yeri. Bu sarı şey də pilisosun içində olan glokdur. Onu gəmirdilər. Getdilər motorun içine girdilər. Buranı niye göstərirəm? Bura onların yuvası idi. Torpağın altında yuvaları varmış. Tapmışam. Bilmirdim nə etmək lazımdı. Götürüb deşiğin üstüne daş koydum. Başka yerden deşiği açtılar. Orada daş koydum. Sonra internette okudum ki bu inseksit yani dərman hansı ki həşəratlara qarşı. Onu karıştırdım suda. Bura püskürttüm. Gene xeyir olmadı. Sonra eşittim ki nöt dökmək lazımdı. Ha, bakın. De burada yuvaları var. Bu daşın altında da var deşik. Ha, nöt döktüm. Güyəm ki məhv eləyir onlar. Yalan söhbətdir, o da təsir eləmədi. Axırda əsəbləşdim, nötdə istatdım bu
kağız kuloku, pilisosun kuloku, bir dənə də taxta koydum bura, ocaq qaladım. İnanırsınız, bu arılar burada ocaq var, yanır da. Onlar da o yangının içine gedirlər. Yani bir qorxu zat yoxdur. Bir iki arı öldü. Ama deyim ki hamısı yox. Elə fırlanırdılar ocağın ətrafındakı biz gedək evimizə. Gene təsir eləmədi. Gördüğünüz kimi gene yerləri var. Oradan girirlər. 100% bu yerin altında böyük yuvaları var. Bugün bir vedrə qaynar su qaynadıb daşı qaldırıb elə istəyirəm üstlərinə töküm. Biraz vəhşicəsinədir, amma 4 dənə yeşiyimi məhv elədilər. Görün nə boydana ziyandır. Özünüz bilirsiniz ki, bir ailə 10 ramkalıq ailə neçəyədir də. Yəni hamı bilir qiymətləri. Bu boydana ziyan. Getdim soruşdum ki, bəs təzə ailələr almaq istəyirəm. Dedilər 4-5 dənə ramkalıq ailə 250-300 manatdır. Yani bu sort arıdır. Obruslar ucuzdu, Kafkas arılar. Bunlar biraz bahadır. Kafkas arısı da adamı sancırdı. Mümkün değil işlemek. Bunlar daha mülayimdiler. Bu da bir tane yuva qalıb, hansı ki xəstə arı idi. Bir daha buna girişməyirlər. Girişmək istəyirlər. İçindeki arı imkan vermir demek ki. Bakın gelirler. Gireceği girmeyeceği bilmiyorum. İçinde arı var, görürsünüz. Arı var. Açmıştım. Bu yuvanı da açmıştım. Yoxlamaq çünkü nə vəziyyətdədirlər. Açıp gördüm ki ay girdi içeri. Girdi içeri. 100% bunlar da orada araşıblar. Yani arı qalmayıb da. Hı? Girdi. Bu da girdi. Ha, çıxdı. Görəsən. Gərək açın baxın bunda. Açın baxın görün nə vəziyyətdir. Obrisi yuvalar açanda hamısını qırmışdılar. İçi dolu ölü arı var idi. Dolu bu cır arıdan. Bütün ramkaların üstünde cır arı. Arılarla vuruşurlar. Qırışırlar. Ana arını məhv eləyiblər. Əlbəttə ki, ana arı olmayanda da obrisi arılar o kadar agresif qorumur yuvasını. Belə vəziyyətdir. Niye bu il bu kadar çoxdur bilmirəm. Düzü getdim. Bizdə burada dükan var. Arada arıçılıq üçün bütün məhsullar satılır. Bir məsləhətləşim də mən də o kadar təcrübəli deyiləm. Bir ildir məşğulum arı ilə. Orada dedilər ki, Oğuz'da bir kənd var idi. Qaçqınların kəndi. Onları köçürdüblər məskənlərinə, öz bölgələrinə. Evlərində söküblər. O sökülən evlərin damlarında arılar çox imiş. Və yayılıb bütün ətrafa ona görədir. Keçən il çünki belə bir vəziyyət yox idi. Qonşu gilə getmişdim. Onlarda da arı var. Ki soruşum bəlkə tək məndə belə vəziyyətdir. Ya onlarda da eyni şeydir. Bu cür arı onların da bütün şeylerini, yuvalarını girib ballarını uğurlayırlar. Deyir yemləri qalmayıb, istəyirik şəkər
şey eləyib, sirop vermək. Mən də dedim ki, məsləhət görmürəm hələ ki belə bir şey eləmək. Çünki mən də o səhvi buraxdım. Gördüm ki, başladılar daraşmağa. Açdım, gördüm içində balların hamısını oğurlayıblar. Biraz sirop karıştırdım, koydum bir yuvaya. Kalmıştı. Bir yeşiğim kalmıştı. Onları keçirtdim başka yeşiğe. Təzə yeşiğe ki uzaklaştırdım ki belki ora gelmezler. Biraz da şeker koydum ki onlar acından kırılmasınlar. Orada şey yoktu. Çiçeği yoktu. Bal yığmaya yeri yoktu. Yani kışın neyle dolansınlar. Kışı kalmayıb eşnələri. Onu koymağımla cırarın ora hücum eləməsi elə an məsələsi idi. O saat gəldilər. Daha güclü, daha çox girişdilər o yuvaya. Yəni o anda şəkərlə əlaqəli bir şey vermək olmaz. Düşündüm ki, bəlkə bal verməliydim. Ama düşündüm ne ballarını uğrayıblarsa baldı. Eyni şekilde aparacakdılar. Çünkü balım var idi. Ben öyle prob eləmək istirdim ki, görüm nəsə qoyum. Bunlar acından ölməsinlər də. Sonra düşünürdüm ki, bal vereceğim. Ama onu qoymaqla cırağın girişməsi yani saatler çəkmədi. Çoxu deyir ki, bu girişləri gərək bağlayasan. Cəmi bir dənə giriş qoymuşam onsuz da. Avqustda bütün girişləri bağlayırsınız. Daha az məsafə qoyursunuz. Yuvanı sıxlaşdırırsınız. Yəni ki, bunu arıçılar hamısı bilir də. Yeni bir şey deyil. Çünki öyrətmək istəmirəm. Özüm öyrənirəm burada çox şeyi. Vəziyyət belədir. Bu il başımıza gelenler budur. Kənd təsərrüfatı elə bir ki, bir qumardır da. Fərq eləmir. Araya baxırsınız, toyuq cücəyə baxırsınız və yaxud əkin eləyirsiniz. Yəni elə olur ki, nəsə bir faciə olur və başımıza gelenler olur. Ona göre biraz keyfimiz olmur. Ama dünyanın sonu değil. Dünyanın sonu değil. Bu yuvadan hiç hoşum gelmedi. Bakın. Burada fərq eləmir. Harda bir deşik koymuşsan yoksa neçə deşik koymuşsan. Bu arılar her tarafından girip çıxır. Getdim o dükkandan hardan almışam bu yuvanı. Deyirəm ki, belə vəziyyətdir. Bu arılar bütün deşiklərdən girib çıxırlar. Biz bütün yeşiklərimiz bundan istifadə edirik. Mən də sizə məsləhət görmürəm belə yuva almağa. Çünki görün nə vəziyyətdir. Bütün dərmə deşiyindən girib çıxırlar bunlar. Heç deşik axtarmırlar, o tərəfindən girib çıxırlar. Yəni plankanın arxasından keçə bilirlər. Gərək o qədər köhnə bir yuva olsun ki, arılar oraları bağlasın, bütün dərmə deşiyi ki, yalnız bir giriş qalsın. Hər yerindən girib çıxırlar. 100% içəridə arı qalmıyor. Açıb baxacağım. O kadar sancıblar ki adamın beynindən tüstü çıxır. Düzü. Çok pis sancırlar. Her yerinde de var. Oh, buraya bakın. Ya, qalmayıb arı. Hamısını məhv elədilər. Buraya bax. Oy! Dixlafos da kömək eləmir. Dixlafosu götürüb üstlərini püskürtmüşəm.
Heç təsir eləmir. Nə cür bir arıdır bu? Mən başım çıxmır. Çoxu deyir ki, deşiklərin hamısını bağlayın ki, boğulsun. Birinci bu yeşiklərin altında setka var. Bağlamaqla deyil. O birisi yeşiklərdə də setka var. Yəni bunların hamısının altında setkası var. Götürüb bütün qapılarımı bağlamışdım. Nə fayda? Baxın. Bura ucu plasmas koymuşam. Görün neynirlər. Yiyirlər. Penoplastı elə girirlər içəri. Yəni xeyri yoxdur. Neyse bu kadar. Sizinle paylaştım. Bu arıların bu il faciası. Geçmiş olsun. Göre gelen il başımıza ne gelir. Sağ olun, Xudahafiz.